bəzən insan gördüyü yuxunu unudur, amma bir musiqi ilə hər bir şeyi təzədən xatırlayıb yada düşə bilər. Bu necə olur? Yaddaşımız bunu bizə necə verir? Əvvəla bunu bilmək üçün yaddaşın nə olduğuna baxmağımız lazımdır. Nəyə görə bu proses baş verir? Mənim indi bu kanalda, YouTube-da məni izləyənlər, tanıyanlar çoxsu məni bir psixoloq kimi tanıyırlar. Lakin sizin də vurğuladığınız kimi əslində məni psixoloq eləyən də, məni buralara gətirən də, bugünkü gün necə məni tanıyırlarsa, o cür Mirşahin eləyən də yaddaş olub. Yaddaş texnikaları olub. Çünki mən ilk dəfə 14 il bundan öncə yaddaş texnikaları deyilən bir anlayışla tanış olduqdan sonra fotoqrafik yaddaş texnikalarını öyrənib bununla bağlı olimpiyadalara qatılmışdım. Ondan sonra bu da zaten bizim psixologiyamız, zehnimizlə əlaqəli bir mövzu olduğu üçün həyat məni gətirdi, buralara çıxartdı.